sahib olduğu qədim pul kolleksiyasını yalnız Xəzər xəbər kameralarını nümayiş etdirib. 80 ölkədən əskinasların yer aldığı kolleksiyanı isə görməyə dəyər. Şamaxının Dəmirçi kənd sakini Nəbi İskəndarov qeyri-adi kolleksiyası ilə diqqət çəkir. Onun kolleksiyasında 80 dövlətə məxsus pul var. Gördüyünüz bu pul kolleksiyası Nəbi dayıya məxsusdur. O 16 yaşından bu pulları qoruyub, saxlayıb, bu günümüzə qədər gətirib çıxarıb. Nəbi kişi pul kolleksiyasını toplamağa uşaq yaşlarından başlayıb. Atasına məxsus bir neçə pul əskinaslarını yığıb saxlayıb, gəzdiyi ölkələrdə də pulları toplayaraq böyük bir kolleksiya ortaya çıxarıb. Bir çox dövlətlərin burada pulları var. O cümlədən bizim Azərbaycanın tarixini, dövlətçilik tarixini sübut eləyən pullar var burada. Nəbi kişinin kolleksiyasına daxil olan pullar Rusiya, İraq, İran, Ukrayna, Qazaxıstan, Özbekistan, Gürcistan və s. ölkələrə məxsusdur. Kolleksiyada həmçinin Azərbaycan Xalq Cümhuriyyətinə məxsus pul əskinasları da var. Həmin pulun üzərində Nəriman Nərimanovun imzası var. 1918-ci ildə buraxılmış puldur. Bunun üstündə Nəriman Nərimanovun qolu var. Kolleksiyada Azərbaycanda indiyədə istifadə olunmamış pullar da var. Məsələn, bu 500 manatın üzərində 4 dildə Kiril, Latın, Ərəb, Fars yazıları var. Bu qədim əskinasın Azərbaycana məxsus olmasına baxmayaraq üzərində xaç işarəsi də var. 500 rəqəmlərin burada elə çap olunub ki, hər birinin üstündə xaç işarəsi var. Nəbi kişi deyir ki, kolleksiyanı satın almaq üçün ona çoxlu pul təklif edənlər də var. Ancaq buna baxmayaraq pulları kiməsə vermək istəmir. Çünki bu pullar tarixdir və onun keçmişini xatırladır. Rusiyanın paytaxtı